Nahum Peyğəmbərin kitabı, Fəsil 1. Bu, Elqoşlu Nahumun röyaları kitabıdır ki, Neynəva haqqında ona vəhy olundu. Rəbb qeyrətlidir, qisas alan tarıdır. İntiqam alar, qəzəblə doludur, xəsmlərindən qisas alar, düşmənlərinin ziddinə qəzəbini saxlayar. Rəbb gec qəzəblənəndir, qüdrətlə güclü. Təqsirkarı əsla cəzasız qoymaz, Rəbbin yolu tufandadır, küləkdədir, buludlar ayaqlarının tozudur. Dəhənzə acıqlanar və onu qurudar, bütün çayların sularını da qurudar. Başanın, kərmelin yaşıllıqları saralır, Lobnanın gül çiçəyi solur. Rəbbin hüzurunda dağlar titrəyir, təpələr əriyir, Rəbbin hüzurunda yer üzü, dünya və onda sakin olanlar yerlərindən qaldırırlar. Onun qəzəbinin qabağında kim dura bilər? Hiddətli qeyzinə kim tab gətirər? Rəbbin hirsi od kimi tökülür, qabağında qayalar tikə-tikə olar. Rəbb yaxşıdır, dar gündə pənahgahdır. Ona bel bağlayanları tanıyır. Lakin o, Neynəvanın olduğu yeri şiddətli serlərlə məhv edəcək, düşmənlərini zülmətə salacaq. Rəbbin ziddinə nə qəsd hazırlayasan, o hər şeyə axır qoyar, onlardan bir daha bəla çıxmaz. Bir-birinə dolaşıq tikanlar kimi, içkilərindən kefli olan məstlər kimi, quru küləş kimi kamil yanacaqlar. Ey Neynəva, səndən Rəbbin ziddinə pislik düşünən, bir şər məsləhətçi səndən çıxıb. Rəbb belə deyir. Aşorlular güclü və çox olsa da, yenə də məhv olub gedəcəklər. Ey xalqım İsrail, gərçi səni zəlil etmişəm, səni bir daha zəlil etməyəcəyəm. İndi sənin yuğunu, sənin boynundan parçalayıb, qandallarını qıracağam. Ey Neynəva, Rəbb sənin haqqında belə əmr verib. Artıq övladların olmayacaq, adını daşımayacaq. Allahlarının məbədindən oyma bütləri, tökmə bütləri məhv edəcəyəm. Qəbir qazacağam sənə, çünki alçaqsan. Bax, müjdə gətirənin ayaqları dağları aşır, gəlir, barış xəbəri gətirir. Ey Yahuda, bayramlarını keçirt, nəzirlərinə vəfa et. O pis millətin ayağı ölkəndən artıq keçməyəcək. O, kamil məhv olub. Fəsil 2. Ey Neynəva, o dağdan biri sənin ziddinə çıxıb. İstehkamını mühafizət et, yolunu mühafizət et. Belini möhkəm qurşa, bütün gücünü bir yerə yığ. Çünki Rəbb Yəqub nəslini İsrailin əvvəlki əzəmətinə qaytaracaq. Gərçi darmadağın edənlər onu darmadağın ediblər, üzüm ağaclarını məhv ediblər. İgidlərinin qalxanları qırmızıdır, döyüşçülərin paltarları qıpqırmızıdır. Onlar hazır olan gün, döyüş arabalarının dəmirləri necə də parıldayır. Şam ağacından olan nizələr havada oynayır. Döyüş arabaları küçələrdən dəli kimi qaçıb keçirlər. Meydanlarda
oraya buraya hücum gətirirlər. Onların görünüşü məşəllər kimi parıldayır, şimşək kimi cəld qaçırlar. Neynəva padişahı seçmə əskərlərini yığır. Yürüş edərkən bir-birinə ilişib yıxılırlar. Tələsik şəhər duvarına tərəf qaçırlar, müdafiə hasarları qururlar. Çayların suyunu saxlayan bəndlər açılıb, saray əriyir. Təqdir yazılıb, şəhəri əsir aparırlar, kənizləri qumru kimi inləyib sinələrinə vururlar. Neynəva xalqı qaçıb gedir, boşalan bir hovuzun suyu kimi. Bağırırlar, dayanın, dayanın, amma geri dönən yoxdur. Gümüşü talan edin, qızılı talan edin, çünki sərvətlərin axırı yoxdur. Bol miqdarda qiymətli əşyalar var. Neynəva viran olub, bəli, talan olub, xaraba qalıb. Ürəklər əriyir, dizlər taqətdən düşüb, hamının bədənlərinə ağrı düşüb, hamının rəngi atıb. Nə oldu aslanlar yuvasına? Nə oldu cavan aslanların yediyi yerə? Oraya ki, şirlə dişisi, balaları ilə orada qorxusuz gəzirdi. Aslan öz balalarına kifayət qədər ov şikar edir, dişisi üçün şikarını boğazlayıb. Mağarasını şikar etdiyi heyvanlarla yuvasını şikarla doldurub. Qoşunlar Rəbbi buyurur, mən sizin ziddinizəyəm. Döyüş arabalarınızı tüstüdə yandıracağam. Cavan aslanlarını qılınc yiyəcək, ölkədə şikarını kəsəcəyəm, qasidlərinin səsi bir daha eşidilməyəcək. Fəsil 3. Qanlı şəhərin vay halına. O, yalan və soyğunçuluqla doludur. Orada talan etməyin ardı kəsilmir. Qamçı səsi, çərxlər gürültüsü, çapan atların, yırğalanan döyüş arabalarının səsi. Atlılar hücum edirlər, qılınclar parıldayır, nizələr bərq vurur, ölənlər yığın-yığın, cəsədlərin sayı yox. İnsanların ayağı meyitlərə dolaşır. Bunların hamısı o fahişənin hədsiz fahişəliyindən oldu. O cazibəlinin, sehrbazlıq mələkəsinin ki, millətləri fahişəli ilə satır, ailələri də sehrbazlığı ilə. Qoşunlar Rəbbi buyurur, ey Neynəva, mən sənin ziddinəyəm. Paltarının ətəyini üzünə qaldıracağam. Çılpaqlığını millətlərə görsədəcəyəm, ayıbını ölkələrə atacağam. Üstünə iğrənc şeyləri atacağam, səni rüsvay edəcəyəm, tamaşaya qoyacağam. Səni görənlərin hamısı səndən qaçıb belə deyəcəklər, Neynəva viran qaldı. Onun üçün kim ağlayacaq, haradan sənə təsəlli verənlər tapacağam. Əgər sənin Noamundan nəyin artıqdır? O şəhər Nil çayları arasında yerləşmişdi. Sularla əhatə olmuşdu. Sipəri dəhənz qalan duvarı da sular idi. Kuş və Misir onun sonsuz qüvvəti idilər. Pot və Libya da köməkçiləri idi.
Lakin əsir aparıldı, əsirliyə getdi, övladları parça-parça doğrandı. Hər küçə başına atıldı, adlı-sanlı adamları üçün püşk atdılar, əyanlarını kündələrə saldılar. Sən də eynə-eynəva, məst olacaqsan, gizlənəcəksən, düşmənlərin əlindən pənahgah axtaracaqsan. Bütün istehkamların əncir ağacının ilk yetişən meyvələri kimidir ki, silkələnəndə yiyənin ağzına düşür. Bax, sənin aranda, sənin xalqın arvad kimidir. Ölkənin dərvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı çəftələrini od yaxıb məhv edir. Mühasirə vaxtı üçün özünə su çək, qalalarını möhkəmləndir, zığa gir, palçığı tapda, kərpiç qaliblərini hazırla. Orada od səni yeyib qurtaracaq, qılınc səni kəsib qıracaq, çəykələrin yedikləri əkin kimi yox olacaqsan. Sayını çəykə kimi artır, özünü qaynaşan çəykə kimi çoxald. Tacirlərinin sayı göylərdəki ulduzlardan çoxdur. Amma çəykələr ölkəni talan edib uçacaq. Gözətçilərin çəykə kimi, məmurların çəykə sürüsü kimidirlər. Soyuq gündə çəpərlərə yerləşirlər, gün doğanda uçub gedirlər. Getdikləri yer bilinmir. Ey Aşor padşahı, çobanların yuxuya gedib, adlı-sanlı adamların yatıb, xalqın dağlara səpələnib, onları bir yerə yığan yoxdur. Sənin dərdinə dərman yoxdur, yaraların sağalmaz. Sənin haqqında xəbər eşidənlər sevinib əl çalır. Çünki sənin bu sonsuz pisliyin kimə dəyməyib?